84 sayılı qətnamələri. Onların həyata keçirilməsi üzrə 30 ilə yaxın danışıqlar davam etdi. Niyə icra olunmadı? Sözümün canı var. Qarşıdakı dəqiqələrdə bu barədə danışacağıq. Hələlik isə gündəmdə daha nələr var? Qısaca nəzər salaq. Prezident İlham Əliyev anım günündə Gəncə Memorial kompleksinin açılışında iştirak edib. Əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Dövlət başçısı anım günü ilə əlaqədar Gəncə Memorial kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə kompleks barədə ətraflı məlumat verib. Bildirib ki, memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı izi, krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanıb. Aypara formalı 2 mərtəbəli binanın ümumi sahəsi 2400 kvadrat metrdir. Sonra Prezident İlham Əliyev Gəncə Memorial kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr anım günü ilə bağlı paylaşım edib. Paylaşımda belə qeyd olunub: dostumuz, qardaşımız, can Azərbaycanımızın anım günündə böyük bir qəhrəmanlıq nümunəsi sərgiləyərək Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığına qovuşduran şəhidlərimizi rəhmətlə, qazilərimizi isə hörmətlə yad edirəm. Qarabağ sonsuzadək Azərbaycandır. Müdafiə Nazirliyi isə anım günü ilə bağlı video yayımlayıb. Görüntülərdə müharibə vaxtı döyüş bölgəsindən çəkilən kadrlar öz əksini tapıb. Diqqət yetirək. Davam edirik. Ermənistanla Səudiyyə Ərəbistanı arasında siyasi məsləhətləşmələr haqda sənəd imzalanıb. Açıqlama Ermənistan Xarici İşlər Nazirliyindən gəlib. Bildirilib ki, sentyabrın 26-sında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində nazirlər Ararat Mirzayan və Faysal bin Fərhan Əl-Səud Ermənistan Respublikası Xarici İşlər Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqda anlaşma memorandumu imzalayıblar. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə həm də xalqımızın birliyinin yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq hər kəs vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın dəmir yumruğuna dönərək düşmənin üzərinə yeridi. Bu müharibədə bizim zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyəti
məğlubiyyətidir, deyəkmi? Niyə Qarabağ münaqişəsinin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi? Azərbaycan zəfər müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. BMT Baş Assambleyasının 80-ci sessiyasındakı kürsüdə Prezident İlham Əliyev dedi. Müzakirəmiz olacaq bu və digər məsələlər barədə studiyamızın qonağı, Vətən müharibəsinin iştirakçısı, siyasi şərhçi Talih Əliyevlə. Talih bəy, xoş gördük sizi. Xoş gördük Kəmal xanım. Talih bəy, əslində bir qədər öncə də qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı bizim zəfərimiz, təkcə bizim zəfərimiz deyil, yəni Ermənistanın məğlubiyyəti deyil, həm də onların arxasında duranların acı bir məğlubiyyəti oldu. Elə qəbul edəkmi bunu? Çox doğru qeyd edirsiniz, həqiqətən də. Hətta indi birazdan biz o mövzuya da toxunacağıq. Cənab Prezidentin BMT-nin 80 Baş Assambleyasının 80-ci yubiley sessiyasında çıxışında da bu məsələlərə xüsusilə toxunulur. Biz nəinki 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində, bundan öncə müharibənin birinci fazası dövründə 90-cı illərdə də Ermənistan-Azərbaycan müharibəsi deyildi bu. Bu Ermənistanı Azərbaycanın müstəqilliyi, suverenliyinə əngəl olmaq üçün bölgədə yaradan güclərin Azərbaycana qarşı apardığı bir müharibə idi və bu 44 günlük Vətən müharibəsində kulminasiya nöqtəsi isə antiterror tədbirlərinin həyata keçirilməsi ilə Cənab Prezidentin qeyd elədiyi kimi tarixə qovuşan bir reallığa çevrildi. Bu günlərim Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsində qazanmış olduğu uğur təkcə həm də Ermənistan və onun arxasında duran qüvvələrin məğlubiyyəti kimi qiymətləndirilməməlidir. Bu həm də demək olar ki, elə 30 ilə yaxın bir dövrdə ATƏT-in Minsk qrupu adı altında münaqişənin həllinin deyil, dondurulmasında vasitəsilik edən tərəflərin də məğlubiyyəti idi. Bu barədə də elə Cənab Prezident BMT-dəki çıxışında xüsusilə qeyd edir. Əslində onlar qərbdə, yəni Azərbaycana qarşı geniş, çirkin kampaniya başlamışdılar. Elə müharibə dövründə də biz bunu açıq-aşkar hiss edirdik. Və kömək etmələrini belə gizlətmirdilər. Açıq-aşkar kömək etməyə çalışırdılar. Amma yenə də mümkün olmadı. Yenə də Ermənistanın bu məğlubiyyəti ilə nəticələndi. Niyə? Burada mən hesab edirəm ki, biz bir neçə vacib faktora diqqət yetirməliyik. İlk növbədə Ermənistan ərazilərini genişləndirməyə bir dövlət olaraq qarşısına məqsəd qoymuşdu. Amma erməni əhalisi işğalda olduğu 30 il müddətində Qarabağa gələn əskər övladları ilə bağlı niyə mənim övladım yad yerlərə gedir, başqa yerlərə gedir deyə Qarabağı heç zaman özününki bilməyibdi. Hətta bununla bağlı Nikol Paşinyan öz rəqibləri ilə, Ermənistanın şovinist dairələri ilə apardığı mübarizədə də Tallində erməni diasporasına görüşü zaman da bildirdi ki, əgər Şuşa bizim idisə, biz niyə 30 ildə Şuşanı abadlaşdırmadıq, öz şəhərimizə çevirmədik. Amma Azərbaycan qısa bir müddət ərzində Şuşanı işğaldan azad etdikdən sonra oranı yenidən əvvəlkindən daha yaxşı görkəmdə, tarixi, milli şərq üslubu, memarlı üslubu qorunub saxlamanın yenidən bərpa prosesi gedir. Bütün bu faktlar onu göstərir ki, ermənilər heç zaman Qarabağda özünü yerli aborigen xalq hiss eləmələr. Biz bunu təkcə Azərbaycanlıların oradan kütləvi şəkildə deportasiya olunması ilə, qovulması ilə əlaqələndirməməliyik. Eyni zamanda oradakı yaşayış məntəqələrinin dağıdılması, eyni zamanda bizim bu yaxınlarda yeni bir kitabımız nəşr olunacaqdır, Ekoloji terror. Biz 30 ildə ermənilərin məhz Qarabağ və ətraf rayonlarda, yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda törətmiş olduğu ekosid, yəni müharibə qanunları ilə belə qadağan olunmuş cinayətlərə yol verməsi faktlarını araşdırmışıq. Həqiqətən də çox dəhşətli faktlardır. Yəni ermənilər bu torpaqlara vətən gözü ilə baxmıyırdı. Buna görə də müharibənin elə ilk günlərindən siz təqdim edərkən də qeyd elədiniz, təşəkkür edirəm və fürsətdən istifadə edib, mən də bugünkü anım günü münasibəti ilə müstəqilliyimiz, suverenliyimiz uğrunda şəhid olan ölümsüz qəhrəmanlarımızın əziz xatirəsini hörmət və ehtiramla anaraq onlara Allahdan rəhmət diləyirəm. Yaralı qazilərimizə də acil şəfalar arzulayıram. Müharibənin ilk günlərində düşmənin biz aşağı-yuxarı real müqavimətini hiss edirik. Amma artıq ki, bir neçə gün ərzində müharibənin başlanması ilə cənub istiqamətində, Füzuli istiqamətində cəbhə yarıldı. Bundan sonra biz düşmənin tamamilə vahimə içərisində olmasına şahid olduq. Və dövlət başçısı cənab İlham Əliyevin də qeyd elədiyi kimi,
düşmənin ilə müharibənin ilk günlərindən başlayaraq sayı 10 minə qədər olan fərari bir ordusu yarandı. Yəni, döyüşən ordudan çox silahını döyüş mövqeyinə atıb qaçan ermənilərin statistik sayı daha çox oldu, nəinki onların əlində silah müqavimət göstərmək. Bunun hamısı vətən hissinin olmaması ilə bağlı idi. Talih bəy, çox maraqlı idi həqiqətən də. Məsələn, səfərbərlik, vətənpərvərlik ruhu xalqımızda çox yüksək idi. Həmin dövrdə də və elə indi də bu barədə danışanda hər adam ürəklə danışır, belə hiss edirik. Və Ali Baş Komandan ətrafında da sıx birləşdi xalq. Və maraqlıdır ki, sanki bununla dünyaya mesaj da verdik ki, yəni biz haqqımızı, ədalətimizi tələb edirik. Könüllü cəbhəyə yollananların sayı dəhşət çox idi. Yəni həmin dövrdə müharibədə əskər və zabitlərimizin göstərdiyi şücaətləri də məncə sadalamağa dəyməz, çünki bu barədə çox danışılıb. Və bu arada Ermənistanı xatırlayaq, müqayisə aparaq. Ermənistan əskərləri, siz də bir qədər öncə qeyd elədiniz, həqiqətən qoyub qaçmaq, səngəri qoyub qaçmaq halları, nəinki səngəri, hətta bayraqlarını belə qoyurdular. Yəni bilirik ki, bayrağın qalması, bayrağın yəni tərk edilməsi nə deməkdir? Bunu müşahidə elədik, qaçmalarını, silahlarını qoyub qaçmalarını müşahidə elədik. Fərarilik halları kifayət qədər idi və hətta Ermənistanın özündən belə gənclər qaçırdı ki, müharibəyə getməsin. Yəni, niyə bu fərq yaranmışdı? Kəmal xanım, bu mən hesab edirəm ki, elə bayaqdan haqqında danışdığımız məsələdir ki, sizin də vurğuladığınız kimi 44 günlük vətən müharibəsi adlandırdığımız müharibədə Azərbaycanın yanaşması, tarixi torpaqların işğaldan azad olunması, ədalətin bərpa olunması uğrunda bir müqəddəs müharibə idisə, Ermənistan tərəfindən, xüsusilə də erməni əskərləri, erməni vətəndaşları üçün bu bir işğalçı müharibə idi, bu bir soyğunçu müharibə idi və erməni anaları, hətta biz həmən müharibənin gedişində belə şahidi olduq ki, övladlarının gəlib Qarabağdakı müharibədə həlak olmalarını öz hökumətlərinə belə bağışlamaq istəmirdilər. Yeri gəlmişkən, siz öz postlarını, bayraqlarını qoyub gedən ermənilər barədə toxundunuz. Belə faktlar bir deyildi, 5 deyildi ki, xüsusilə də ki, az sayda şəxsi heyətin olduğu dağlıq ərazilərdəki postlarda hərbi texnikanın yanında erməni əskərlərin zəncirə vurulmuş vəziyyətdə postları tərk eləməməsi ilə bağlı xeyli sayda faktlar var və yəqin ki, bir gün gələcək, necə ki, Böyük Müdafiə Nazirliyi döyüşlə bağlı bəzi video görüntüləri yayınlıb, bu kimi görüntülərin də ictimaiyyət şahidi olacaqdır, amma belə hallar olubdur. O ki, qaldı Azərbaycana bilirik ki, elə həmən ilin bir neçə ay ondan öncə Tovuz hadisələri oldu və bizim başda General Həşimov olmaqla bir xeyli sayda hərbiçilərimiz də Tovuz hadisələri zamanı şəhid oldu və bundan sonra Azərbaycanda ölkə boyu kütləvi sürətdə silahlı qüvvələrə könüllü yazılım prosesinə start verildi. Bakıda bununla bağlı böyük, möhtəşəm bir xalq ayaqlanmasının, yəni söhbət bu məsələlərdə sizin də qeyd etdiyiniz kimi hakimiyyətlə həmrəylik nümayiş etdirən bir xalq izdihamının biz də və dünya da şahid oldu və yeri gəlmişkən mən bir faktı xatırladım. Azərbaycan tərəfi məsələ o Tovuz hadisələrindən sonra düşmənin növbəti dəfə 20 miqyaslı hərbi təxribata hazırlaşdığı barədə məlumatlı idi və bununla bağlı Cənab Prezident elə sentyabr ayının 20-sində Avropalı rəsmləri qəbul edərkən bir daha Azərbaycan tərəfinin ciddi informasiyalara malik olduğunu və narazılığını ifadə edilmişdi ki, düşmən yenə də iri miqyaslı təxribata hazırlaşır. Amma növbəti belə bir təxribat zamanı biz buna layiqli cavab verəcəyik. Və belə bir təxribat, belə bir düşmən hiləgərliyi sentyabrın 27-sində baş verdi ki, səhər saatlarında Azərbaycan tərəfi də Cənab Prezidentin ifadə elədiyi kimi bu təxribata qarşı iri miqyaslı, yəni Mirov dağ silsiləsindən Araz vadisinə qədər geniş bir ərazidə düşmənlə üz-üzə olan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə düşmənin bu təxribatına qarşılıqlı cavab vermə əmri verildi ki, bəli. Və bununla da qeyd elədiyim kimi ilk günlər, bir neçə gün ərzində düşmənin real müqaviməti hiss olunurdu. Sonraki günlərdə isə biz hər yerdə, xüsusilə də cəbhənin cənub istiqamətindən ki, yarılması fonunda biz düşmənin sürətlə öz mövqelərini qoyub qaçması kimi halların şahid olduq. Düzdür, orada da müxtəlif istiqamətlərdə müqavimətlər Azərbaycan ordusuna qarşı baş verirdi, amma o kütləvi
fərarlı faktları özü onu göstərirdi ki, erməni ordusu artıq panik vəziyyətdə idi. Və bir panik vəziyyətdə olan istər hərbisi olsun, istər idmançısı olsun, heç bir halda qələbə sala bilməz. Yəni, müharibənin ilk günündən Azərbaycanın böyük qələbəyə ümidi yaranmışdı. Və elə ona görə də cənab prezident deyirdi ki, Şuşasız bizim bu missiyamız yarımçıqqalar tamamlanmaz və 8 noyabrda Şuşanın azad olunması Azərbaycan xalqının bu müharibədə mən deyərdim ki, ən böyük bir sevincinə sevinir. Çünki Şuşa gerçəkdən Qarabağın bir simvoludur. Qarabağın obrazı idi, ümləşdirilmiş obraz idi ki, onun işğaldan azad olunması hər kəsdə, həm xalqımızda, həm dünyadakı dostlarımızda və düşmənlərimizdə o əminliyi yaratdır ki, bəli, Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad edir. Amma Şuşanın da alınmasından bəhs edilərkən ilk dəfə belə dünya mediasında olan o reaksiyalar çox maraqlı idi. Hamı məhtəl qalmışdı ki, Şuşanı Azərbaycanın igid oğulları necə ala bildi? Yəni, orada məlumdur ki, müasir texnikadan istifadə eləmək mümkün olmadı. Yəni, onlar o Şuşanın dağ hissəsindən necə yuxarı qalxa bilmişlər və o barədə danışıldıqca hər dəfə yəni, dünya mediasında reaksiyalar çox belə deyək də, çox təsirlənirdilər və şok effekti yaratmışdı. Çox doğru edirsiniz Şəma xanım. Deməli, biz hər birimiz Şuşanın alınmasında Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı 052 adlanan hərbi hissəsinin fəaliyyətini ilk öncədən bilirdik və bununla bağlı Azərbaycan televiziyalarında o zaman 052 sayılı hərbi hissənin komandanı olmuş, indi də Quru Qoşulların komandanı Hikmət Mirzəyevin müsahibəsi ilə bir film də hazırlanmışdı. Bugün səhər-səhər mən təsadüf elədim, həmən əməliyyatlarda təkcə Müdafiə Nazirliyinin deyil, digər qoşun növlərinin, o cümlədən daxili qoşunların da xüsusi təyinatları iştirak edib və həmən o Şuşanın azad olunması ilə bağlı keçirilən əməliyyat zamanı hansı şəraitdə, hansı dağlıq silsilədən, meşələrin hansı ərazisindən keçməsi ilə bağlı kadrlar göstərdi, doğrudan da qürur vericidir. Yəni, belə deyək də, bu özünü dünyanın ən qüdrətli ordusu adlanan orduların xüsusi təyinatlarının göstərə bilməyəcəyi şücaəti Azərbaycan ordusu məhz Şuşanın işğaldan azad olunması konkret bir əməliyyatdan danışıram. Hansı ki, o 44 günlük əməliyyatın hər birinə şamil oluna bilər. Bunun da başlıca səbəbi yenə qeyd etmək istəyirəm ki, ordumuzun vətənpərvərlik ruhudur və cənab prezidentin başqa bir deyiminlə desək, oradan ayaqyalın gələn insanlarımızın övladları ora artıq tankın, topun üstündə qayıdaraq bir daha Qarabağın işğalı ilə barışmamaq üçün, tarixi vətənimizin işğaldan azad olunması üçün qətiyyətli bir addım atdı. Düşməni təkcə Azərbaycanın sərəncamında olan qardaş ölkənin həm də Azərbaycanın uğuru hesab elədiyimiz bayraqlar deyildi. Məhz o xüsusi təyinatlarımız idi ki, bunu ola bilsin ki, irəliləyən dövrdə sənətli filmlər çəkilsin və o hadisələri özünü əks elətdirən Müdafiə Nazirliyinin və digər qurumların çəkmiş olduğu real kadrlardan da meşələrdə Azərbaycanlıların daha çox o dövrdə Allahu Əkbər nidasından istifadə eləməsi Ermənistanın ordu tör-töküntüsü üçün belə deyək də mümkünsə əgər drondan da, aviasiyadan da daha təhlükəli bir səs idi, daha təhlükəli bir bomba effekti verirdi ki, 052 gəlir. Şuşanın o əməliyyatını ermənilər heç gözləmirdi. O barədə təbii ki, əməliyyatı həyata keçirən komandanlar daha geniş ətraflı danışır, amma qısaca onu deyə bilərəm ki, düşmən o yerdən ki, bizi gözləyirdi, oradan heç bir əməliyyat olmadı. O yerdən ki, düşmənin ağlına gəlmirdi, yəni söhbət sıldırım qayalardan gedir və elə sonraki hadisələrdə də düşmən özü də etiraf edir ki, biz bir donda ayrıldıq ki, yolları bərk-bərk bağlamışıq, 1000 nəfərlik ordu yığılıbdır. İndi biz Şuşa şəhərinə ki, daxil olunur Laçın istiqamətində və Şuşa kənd istiqamətində, Zəfər yolu üzərindən. Orada yığılan 1000 nəfərlik şəxsi heyət gözləyir ki, Azərbaycan ordusu gələcəkdir. Bir də eşidir ki, şəhərin daxilində artıq küçə döyüşləri gedir. Yəni, düşməni belə hallar vahiməyə saldı, belə hallar qorxutdu. Və maraqlıdır ki, əslində Azərbaycan çox gözlədi. Vaxtilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini mən bir qədər öncə də sadaladım. 822, 853, 874 və 884 sayılı qətnamələrinin verilmişdi. Amma həyata keçirilmirdi. Yəni, Azərbaycan 30 ilə yaxın bunu gözlədi.
Amma yenə də icra olunmadı. Yəni nə mane oldu onlara icra eləməyə? Niyə belə ikili standartlar nümayiş etdirdilər? Çox təəssüflər olsun ki, bugünkü yaşadığımız dünyanın özü ikili standartlı dünyadır. İndi verilişin öncəsində də qeyd elədiniz, birazdan yəqin ki, Cənab Prezidentin BMT-dəki çıxışını daha geniş müzakirə etməyə çalışacağıq. Prezidentin çıxışının son cümləsi belə bitir ki, biz ikili standartlarla ədalətsiz və sülhü sözdə deyil, əməldə real olan bir dünya arzusundayıq, onun qurulmasını arzulayırıq. Təəssüflər olsun ki, keçən 30 ildə belə bir dünya reallığı şəraitində yaşanmağa məcbur edirik və biz elə ikili standartlardan çıxış edən hətta bizim 30 il torpaqlarımızın işğalda qalmasına şərait yaradan ATƏT-in Minsk qrupu oldu. Baxmayaraq ki, Azərbaycan xalqı ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri və bu mandat altında keçirilən hər bir görüşə, xüsusilə də keçmiş məcburi köçkün olan insanlarımız çox ümidlə baxırdılar ki, bu görüşdən nələrsə olacaq və biz öz doğma yurd yuvalarımıza qansız qadasız geriyə dönüş olacaq. Bəlkə ədalət öz təntənəsini tapacaqdır, amma təəssüflər olsun ki, belə hallar baş vermirdi və baş verməməsinin səbəbi də məsələn, biz hətta bunu 44 günlük vətən müharibəsindən sonra keçmiş həmsədrlərin hər birinin ayrı-ayrılıqda yenidən vasitəçilik etməsi missiyasından da şahid olduq ki, istər Moskvanın, istər Brüsselin və istərsə də Vaşinqtonun vasitəçiliyi dönəmdə şahid olduq ki, vasitəçilər nə beynəlxalq hüquqa söykənən, nə də tarixi ədalətin bərpa olunması kontekstindən münaqişəyə baxmırdılar. Onlar münaqişəni özlərinin geosiyasi maraqlarının təmin edilməsi kontekstindən qiymətləndirirlər və xüsusilə də Rusiya ilə Brüssel-Vaşinqton maraqlarının fərqli olduğuna görə bu maraqlar 30 il uzlaşmadığı üçün də biz Qarabağ münaqişəsinin həllini görmədik. Və bunun həlli təbii ki, qalırdı Azərbaycan ordusunun gücünə, qüdrətinə ki, öz torpaqlarını düşmənin zorla, yəni elə yenə də Cənab Prezidentin çıxışında da qeyd olunur ki, BMT-nin 51-ci maddəsinə əsasən öz suveren hüquqlarının müdafiəsi istiqamətində hərəkət edərək düşməni işğal etdiyi ərazilərdən çıxmağa vadar etdi. Və uzun qələbəyə və sülhə aparan uzun yoldan da prezident məhz BMT kürsüsündən söz açdı. Bəli, müharibənin bitər-bitməməsi qısa bir müddətdə də Azərbaycan yenə də vasitəçilərin, belə deyək də, vasitəçilikdən daha çox öz geosiyasi maraqlarının güdməsi səbəbindən keçən dövr ərzində baxmayaraq ki, 10 noyabrda atəşkəslə müharibə bitmişdi, amma 22-ci ilin oktyabr ayına qədər vasitəçilərin bilavasitə apardığı danışıqların effektivliyini görən Azərbaycan tərəfi 5 baza prinsipinə söykənən birbaşa danışıqlar formatı təklif etdi və sonra hətta yenə elə Cənab Prezident oradakı çıxışında qeyd olunur ki, digər tərəflərin müdaxiləsinə imkan yaradılmadığı üçün biz bu istiqamətdə ciddi irəliləyişə nail ola bildik və bu danışıqlar da 8 avqustda Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət başçısının şahidliyi ilə, iştirakı ilə imzalanaraq tərəflər arasında sülhün əldə olunması qeyd olundu. Maraqlıdır ki, tərəflər, siz də bir qədər öncə qeyd elədiniz, hərə öz marağı çərçivəsindən hərəkət etməyə çalışırdı. Nəticədə amma zərər çəkən əslində Ermənistan idi. Amma Ermənistan bunu anlamırdı və ona görə də proses hətta müharibədən sonra, 44 günlük vətən müharibəsindən sonra belə sülh müstəvisi xeyli uzandı. Sülhə gedən yol xeyli uzandı ki, gəlib çıxdı 8 avqust, yəni bu il avqustun 8-i Vaşinqton sazişində sülhün paraflanması mümkün oldu. Və həqiqətən də prezident çıxışında, prezident İlham Əliyev BMT kürsüsündən məhz onu da qeyd elədi ki, iki tərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi. Biz bu iki tərəfli əsasda aparılan danışıqların müsbət nəticələrini həm sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində də gördük və bu həqiqətən də effekt verdi. Və son olaraq 8 avqust tarixində olan Vaşinqton sazişi də göstərdi ki, həqiqətən də tərəflər istəsə, yəni daha çox Ermənistan istəsə, bu mümkün olur. Və təbii ki, burada düzdür, Amerika Birləşmiş Ştatlarının da rolu az deyil, müəyyən şəkildə meydanı təklif eləməyi, yəni tərəfləri üz-üzə gətirməyi də böyük şey oldu.
Bilirsiniz, biz bayaq da qeyd elədik ki, istər ATƏT Minskinin həmsədrliyi dövrü olsun, istərsə də 2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər vasitəçilərin təklif elədiyi sülh danışıqlarında siz diqqət edirdinizsə, bu danışıqlarda Brüsselin fəaliyyətinə müdaxilə edən Fransanın bir tərəfliliyi səbəbindən Azərbaycanın bu məsələlərdə kəskin etiraz olurdu və Nikol Paşinyanın Rusiyanın istəklərinə uyğun hərəkət etməməsi də daha çox Ermənistanı Moskvanın vasitəçiliyindən imtina eləməyə tərik eləyirdi. Yeganə vasitəçilərdən Vaşinqton idi ki, tərəflərə vasitəçilikdən daha çox ev sahibliyi etməyə təklif edirlər ki, oturun, öz aranızda razılığa gəlin və biz sizin razılığınız üçün, hər iki tərəf üçün zəmanət verməyə hazırıq. Mən düşünürəm ki, yekunda da bu sənədin məhz Vaşinqtonda, Ağ Evdə imzalanmasının bir səbəbi də Vaşinqtonun vasitəçilik missiyasında digərlərinə münasibətdə daha səmimi olmasından irəli gəlirdi ki, hər iki tərəf sonunda da Vaşinqtonun bu fəaliyyətini yüksək qiymətləndirər. Elə Ağ Evdə 8 avqustda bu sənədin imzalanmasından sonra üst tərəfli mətbuat üçün olan açıqlamada da istər Azərbaycan prezidenti cənab İlham Əliyevin, istər Ermənistan baş nazirinin Donald Trump haqqında məhz sülh müqaviləsinin paraflanması ilə bağlı, birgə lider arasında bəyanatın imzalanması ilə bağlı göstərdiyi dəstəyə görə, vasitəçilik missiyasına görə təşəkkürlərlə görünür ki, Vaşinqton və hazırki Ağ Ev rəhbərliyi tərəflərə müdaxilə eləmədi. Əksinə, onların hər ikisinin ortaq məxrəzə gəlməsi üçün müəyyən qədər də motivasiya elədi. Söhbət indi Trump marşrutu adlanan Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisinin Amerika şirkətləri tərəfindən maliyyələşməsindən gedir. Çünki Ermənistanın dövlət büdcəsi buna imkan vermir ki, belə iri miqyaslı bir layihəni qısa müddət ərzində tamamlanması kimi missiyanı həm də keyfiyyətli tikintidən söhbət edir. Çünki Ermənistanın demək olar ki, dəmir yolu sistemi Sovetlər İttifaqı dağılandan sonra tamamilə sıradan çıxmış vəziyyətdədir. Kiçik ölkənin arasında yalnız elektrik qatarlarının İrəvanla Gümrük istiqamətində belə bir qısa məsafəli dəmir yol xidmətindən istifadə olunurdu. Yəni, dəmir yol sahəsində tikinti təcrübəsinin itməsi, o cümlədən yenə də beynəlxalq əhəmiyyətli bir avtomobil yolunun inşası Ermənistan təcrübəsində olmadığına görə həm bu baxımdan, həm də o yolun maliyyələşməsi baxımından Amerika Birləşmiş Ştatları bu prosesə öz töhfəsini, öz dəstəyini verdi. Maraqlıdır, amma Talib bəy, Ermənistan uzun müddət idi ki, maneəsiz keçid vermək məsələsində nəsə fikirləşirdi, nəsə məsələni uzadırdı. Amma Vaşinqtonda razılıq əldə olundu. Bu məsələ ilə bağlı, mən düşüncələrim əvvəlcədən biraz fərqli idi. Nə ilə bağlı? Söhbət Nikol Paşinyanın bu sülhdə nə qədər səmimi olub-olmamasından gedir. Biz bu günlərim, xüsusilə də nəzərə alsaq ki, təxminən 9 aydan sonra, gələn ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri gözlənilir ki, bu Ermənistanda hökumətin formalaşmasının əsas hüquqi legitimlik məsələsidir. Biz bugün Ermənistanda kilsənin, parlament müxalifətinin söhbət keçmiş terrorçu prezidentlərdən Azərbaycan vətəndaşının qanına əli batmış Robert Koçaryan və Serj Sarkisyan cütlüyündən gedir ki, parlament müxalifətinin və son zamanlar Ermənistanda siyasi prosesləri müdaxilə edən Rusiyalı erməni əsilli milyarderlərin fəaliyyətinin aktivləşməsindən gedir ki, bu qruplar söhbət Ermənistandakı Rusiya 5-ci kolonundan gedir. Nikol Paşinyanı hər vəzlə təzyiq göstərirlər ki, Azərbaycanın heç bir razılaşmaya gəlməsin. Və əldə olunmuş razılaşmaya görə də Nikol Paşinyanı onlar Türkün adamı, hətta Azərbaycanın bir dəfə Türkiyənin agenti adlandırırlar. Nikol Paşinyan isə Rusiyanın məhz ermənilər üçün ölçüb-biçib tətbiq elədiyi dənizdən dənizə böyük Ermənistan şavinist xəstə təfəkküründən qurtulmaq üçün əlində hər zaman yanında gəzirdi. O real Ermənistan maketi ilə bildirirdi ki, biz tarixi Ermənistan adlanan heç vaxt mövcud olmayan bir ideologiyaya görə bugünkü Ermənistanı və onun gələcəyini təhlükə altına ata bilmərik. Qurban verə bilmərik. Bəli, qurban verə bilmərik. Mən deyərdim ki, sülhlə bağlı Ermənistan hökuməti tərəfindən zaman-zaman ziddiyyətli açıqlamaların verilməsinin bir səbəbi həm də hökumətin o daxildəki 5-ci kolondan hesablaşmaq zorunda qalmasından irəli gələn bir reallıq məsələsidir ki, zaman-zaman çalışırdı ki, həmən o qüvvələri
dəf eləsin. Biz elə müharibənin gedişində də, müharibə bitdikdən sonra da gördük ki, Ermənistan ordusunda belə Nikol Paşinyana qarşı bunt qaldıranlar vardı. Nikol bunu müharibə bitəndən sonra açıq etiraf elədi ki, mən onlara komanda verirdim, onlar onu icra etmirdi. Demək ki, onların Ali Baş Komandanı mən yox, başqa birisidir. Yəni açıq-açığına mesaj verilirdi ki, onlar İrəvandan deyil, Moskvadan idarə olunur. Yəni bu faktlar Ermənistan hakimiyyətini məcbur edirdi ki, Azərbaycanla aparılan sülh danışıqlarında bəzən ziddiyyətli, bəzən də yubanmalarla müşahidə olunan mövqe sərgiləsin. Amma sizin də qeyd etdiyiniz kimi artıq Vaşinqton danışıqlarından sonra mən hesab edirəm ki, Nikol Paşinyan özünü daha əmin elədiyinə görə həm daha net, belə deyək də, xalqa öz mesajını verir, həm də öz əzəli rəqiblərinə qarşı, xüsusilə də kilsəyə qarşı, kilsənin rəhbəri 2-ci Qarayevenə qarşı mən deyərdim ki, son həlledici bir döyüş hazırlaşır. Çünki gələnlikli seçkilərə qədər bu proseslər bitməsə, ola bilsin ki, Ermənistanda daxili vəziyyət yenidən gərginləşsin. Maneələr var, amma Paşinyan onun öhdəsindən gəlməyə çalışır hər halda. Artıq erməni xalqı Nikol Paşinyanla onun rəqibləri arasındakı açıq aydın fərqi görür və fərqindədir ki, bugün Ermənistanı yenidən Azərbaycanla, Türkiyə ilə müharibəyə çağıran istər kilsə olsun, istər parlament müxalifəti olsun, bunlar Ermənistana illərdə hansı fəlakəti yaşadır. Nikol Paşinyanın gəlməsi hakimiyyətə və onun Türkiyə ilə, Azərbaycanla münasibətlərini normallaşdırması burada Ermənistana necə bir gələcək vəd etdiyini görürlər. Aydındır. Təşəkkürümü bildirirəm, minnətdaram. Bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Talih Əliyev idi. Biz isə davam edirik. Deməli, ilk gündən Azərbaycan silahlı qüvvələri tərəfindən başlanılmış əks hücum əməliyyatları nəticəsində Azərbaycanın bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Ermənistan öz məğlubiyyətini etiraf etməkdə gec qalmadı mı? Ermənistan havadarlarına arxalanaraq sülh gündəmini uzatdı. Nə əldə etdi bu müddətdə? Danışacağıq bu barədə hərbi ekspert Özgür Törlə. Özgür bəy, xoş gördük sizi. Çok teşekkür ederim. Hoş bulduk. Bütün Azerbaycan'daki kardeşlerimize, soydaşlarımıza selamlarımı arz ediyorum. Özgür bəy, 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan prezidenti, Ermənistan baş nazirinin və Rusiya Federasiyası prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Ermənistan öz məğlubiyyətini etiraf etməkdə gec qalmadı mı? Evet, çok güzel bir soru ama aslında şunu kaçırmamamız lazım. Tabii ki bugünkü Ermenistan yönetimi biraz önceki değerli katılımcının konuk ettiğimiz değerli katılımcının söylediği gibi belki şu anda Azerbaycan'la diplomatik anlamda iletişim kurmak, barış olmasının kendi lehine olduğunu anlıyor. Ama bu bir kısmı anlamıyor. Bir kısmı dışarıdan özellikle talimat alan bazı kesimlerde bunu tam tersine karşı çıkıyor. Yani diyor ki Azerbaycan'la Ermenistan çatışma, savaş ve gelecekteki muharebelere bir şekilde hazır olsunlar. Burada hiçbir zaman barış olmasın, istikrar olmasın ve bu da bir şekilde uluslararası bazı güçlerin işine geliyor. Şimdi bu ikisi arasında Ermenistan'da bir mücadele var. İnşallah barış yanları bunu kazanır diye ümit ediyorum. Ama burada şunu da kaçırmamamız lazım. Daha önceki 1. Karabağ Savaşı'nda, daha doğrusu çeteler tarafından işgal edilmesi sırasında Azerbaycan ordusu hazır değildi. Ama aradan geçen süre zarfında Azerbaycan ordu olarak hazırlandı. Ötekiler, karşı taraf çete savaşlarına o modda devam ettiler. Dolayısıyla büyük bir şanlı zafer kazanıldı. Bütün şehitlerimizi de rahmetle anıyorum bu şekilde. Buradaki şunu da kaçırmamamız lazım. Ermenistan'ın tarihte orada bir Ermenistan devleti yok. Kurulmasının asıl sebebi Orta Asya'daki Türkiye ile Türk milletiyle Azerbaycan'da yaşayan Türklerin ve Orta Asya derinliğinde olan Türk milletinin arasında bir set oluşturmaktır. Bunu da unutmamak lazım. Dolayısıyla sizin sorunuzda diyorsunuz ya, niye itiraf etmiyor, yenilgi işte beraber hani anlaşma, değil mi? Buralara niye gelinmiyor bölümü? Aslında Ermenistan'ın kurulanların da felsefesini kaçırmamak lazım. Sadece Kafkaslar değil, Kafkaslar dışındaki bazı uluslararası güçlerin de burada bazı düşünceleri, planları var ama sonuçta saha gerçekliği önemlidir. Kim haklıydı? Azerbaycan haklıydı.
Kim Özgür Bey, güçlüydü? Azerbaycan güçlüydü ve bu mücadeleyi kazandı. İnşallah bunun arkasından bu anlaşmalar da gelecek diye ben ümit ediyorum ve bekliyorum. Buyurun sorunuzu alın. Özgür Bey, Azərbaycan hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu bu müharibə ilə. Bu müharibə dünya hərb tarixinə nə öyrətdi? Şimdi her harp, her savaş bir sonraki savaşın hazırlayıcısıdır ama aynı olmaz. Dolayısıyla Azerbaycan ordusu geleceğin savaşına hazırlandı. O gelecek geçti ve başarıyla bu mücadeleyi kazandı. Burada özellikle ne yaptı Azerbaycan ordusu? Hava kara muharebesi dediğimiz, yani çeşitli hava araçlarıyla, topçu sistemleriyle ateş destek vasıtalarını ve yaya unsurlarının, piyade unsurlarının ilerlemesini çok iyi senkronize etti. Dolayısıyla aslında önemli bir savaş tarihinde önemli bir zafer kazandı. Bir de şunu kaçırmamamız lazım. Karabağ dağlık bir bölge. Azerbaycan'dan çıkan Azerbaycan ordusu mahkum araziden, yani alçak araziden yüksek araziye doğru taarruz etti. Bu ne demek? Bu şu demekti. Samuna'nın aslında avantajınaydı. Azerbaycan ordusunun dezavantajınaydı. Azerbaycan ordusu dezavantajı. Arazi onu dikte etkiledi. Ona rağmen bu muharebeyi kazandı ve esas yurdunu, has yurdunu tekrar bu işgalden kurtardı. Buna bu şekilde bakmak lazım. Dolayısıyla çok önemli bir başarı. Tarih her zaman zaten kazananları hatırlar. Hiçbir zaman kaybedenleri hatırlamaz. Dolayısıyla tarihte de bu zafere emeği olanlar, önce şehitlerimiz, sonra gazilerimiz, sonra Başkanımız Aliyev ve rahmetli bugünler hazırlayan da Haydar Alev'i de anmamızda fayda olduğunu ben değerlendiriyorum efendim özellikle. Yani sözün özü, savaşa, bu mücadeleye ve bu zafere katkısı olan herkesin büyük bir emeğiyle bu mücadele kazanıldı. Dünya tarihinde önemli bir dönüm noktası artık geçti. Önemli olan tabii Büyük Önder Mustafa Kemal Atatürk şunu diyor: savaş zaruri olmadıkça bir cinayettir diyor. Bu savaş zaruriydi. Yani işgal edilmiş toprakları Birleşmiş Milletler'in aslında Azerbaycan'a verdiği kararnamelerle, aynı zamanda bu Minsk grubunun bir türlü bir araya gelip yapamadığı barışı Azerbaycan ordusu kanını dökerek yaptı. İnşallah akıl üstün gelir, barış üstün gelir ve bu bölgede savaşlar değil de biz barışları konuşuruz, enerjiyi konuşuruz, suyu konuşuruz, tarımı konuşuruz. Ama bunu konuşmamız için de orada biraz önce altı demir yumruk hazır olması lazım. Demir yumruk hazır olmazsa o zaman hiçbir şey olmaz. Özgür Bey, Azərbaycan Zəfər müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Hər qalib dövlət bunu etmir. Amma Azərbaycan etdi. Ermənistan havadarlarına arxalanaraq sülh gündəmini uzatdı. Nə əldə etdi bununla? Şimdi Ermenistan aslında yine gözden kaçırılması gereken bir konu. Ermenistan derken bütün Ermenistan'daki herkesi kastetmiyorum. Biraz önce dedim ya, sağduyunun, aklın hasıl olduğu, ya Azerbaycan'la biz burada barış içinde olursak Türkiye'de oluruz ve bu coğrafyada da daha iyi ekonomik şartlarda yaşarız diyen bir grup da var. Yani ama bir grupta işte biz bu anlaşmayı, barış anlaşmayı imzalamayalım. Nasılsa bize çeşitli ülkeler yardım eder. Bir sonraki savaşa hazırlanalım. Bakın, savaş bittikten kısa süre sonra Hindistan'dan tutun çok değişik ülkelere kadar çeşitli silah sistemleri. Fransa'dan işte top alıyor, oradan Hindistan'dan uçak savar silah alıyor. Çok farklı sistemleri tekrar, yani bir başka savaşa hazırlanmaya çalışan bir Ermenistan var. Bunu da kaçırmamak lazım. Dolayısıyla ben biraz önce ifademde onun için söylüyorum. Yani savaşın olmamasının en iyi yolu caydırıcılıktır. O da güçle kazanılır. Yani Azerbaycan biraz önce söylediğiniz gibi aslında dedi ki tamam, yeni sayfa açıldı, barışalım, bu bölgede istikrar olsun, yani savaşları kapatalım, normal barış içinde yaşayalım dedi. Bu çok önemli bir aslında uluslararası ilişkilerde önemli insani bir yaklaşım. Ama bir türlü tam karşılığını alamadı. Bir türlü karşılığını alamadı. Bu açıdan baktığımız zaman Ermenistan zamana uyarak acaba hem uluslararası camiler güç alıp, kendi güç toplanıp acaba tekrar bu topraklara tekrar saldırabilir diyen bir grubun planıdır bu. Bakın, bir grubun planıdır. Yani o devletin içi bir grubun planıdır. Ama dediğim gibi yani bu barış olsun. Yani burada ekonomik anlamda çok ciddi şekilde paylaşımlarla daha iyi bir ülkede yaşarız diyenler de var. Şimdi bu mücadeleyi kim kazanacak bilemiyoruz. Tabii kendi ülkelerin içinde olan bir konu. Ama biz net bir şekilde söyleyebiliriz. Yani biz barış taraftarıyız.
tabii ki öncelikle de Azerbaycan'ın taraftarıyız. Ama bu düşünceyi Ermenistan'da da barış içinde yaşayanların da aynı zamanda tarafındayız. Yani sonuçta savaşları biz istemiyoruz. Savaşlar yazık bir sürü genç insan hayatını kaybediyor. Ekonomik, tarımda, ekonomide, değişik alanlarda gelecek bir sürü yatırım araçları silah sistemlerine gidiyor. Bu silah sistemlerini satanlar bundan para kazanıyor. Dolayısıyla savaş iyi değil. Ama bütün bu iyi çizdiğim tabloya rağmen eğer savaşa hazır olmazsak, bu insani boyutu kenara koyup savaşa hazır olmazsak, inanın tekrar biz 3. Karabağ, 4. Karabağ savaşlarını ne yazık ki duymak zorunda kalırız. Dolayısıyla caydırıcı ve güçlü olmak, güçlü ordusu olmak, her an savaşa hazır olmak barışın en büyük teminatıdır. Bunu hiçbir zaman unutmamamız lazım. Her an savaşa hazır olmamız lazım. Ama barış ve dostluk elinde her zaman uzattığımız gibi, Sayın Aliyev'in de uzattığı gibi uzatmakta fayda olduğunu ben değerlendiriyorum. Aydındır. Təşəkkürümü bildirirəm, minnətdaram və bir daha xatırladım ki, bizimlə bağlantıda hərbi ekspert Özgür Tör idi. Biz isə davam edirik. Bu arada Amerika Birləşmiş Ştatları İrana nüvə proqramını ləğv etmək müqabilində rəsmi Tehranı sanksiyalardan 3 aylıq azad etməyi təklif edib. Bununla əlaqədar Prezident Məsud Pezeşkiyan məlumat verib. Pezeşkiyan Vaşinqtonun bu təklifini qəbul edilməz adlandırıb. Amerika Birləşmiş Ştatları ilə diyaloq mümkün deyil. İranın ali lideri Əli Xameneyinin fikrincə Vaşinqton razılaşmaları nəzərə almır. Qarşı tərəf bütün vədləri pozur, aldadır və daim hərbi müdaxilə ilə hədələyir. O tərəflə danışıqlar aparmaq qeyri-mümkündür. Tam inam və etibarla oturub razılığa gəlmək mümkün deyil deyə Xameneyi diqqətə çatdırıb. Zaporojye Atom Elektrik Stansiyası 3 gündür ki, xarici enerji mənbəyindən tamamilə təcrid olunub. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri xəbərdarlıq ediblər. The Guardian'ın yaydığı məlumata görə stansiyanın sonuncu elektrik xəttində sıradan çıxdığından hazırda soyutma və təhlükəsizlik sistemləri yalnız dizel generatorları vasitəsilə işlədilir. Mütəxəssislərin sözlərinə görə soyutma sisteminin dayanması nüvən yanacağının nəzarətsiz işləməsinə və əriməsinə gətirib çıxara bilər. Xarici enerji mənbəyindən 72 saatdan artıq işləyən stansiya son dərəcə təhlükəli ssenari ilə üz-üzədir. Yeni nəsil silahların döyüş meydanında məharətlə tətbiq edildiyi 44 günlük vətən müharibəsi. Bəs niyə digər münaqişələrdə yeni strategiya effekt vermir? Ermənistanla danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına görə müsbət nəticələr verdi. Prezident İlham Əliyev BMT kürsüsündən bu fikri səsləndirdi. Rusiya-Ukrayna arasında niyə iki tərəfli əsasda danışıqlar aparıla bilmir? Niyə liderlərin Putin-Zelenski görüşü baş tutmur? Kiyevin Avropada təxribat planları təsdiqlənsə müharibə olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqladı. Belarus prezidenti Aleksandr Lukashenko isə müharibəni dayandırılması üçün Ukraynaya çağırış edib. Əks halda onlar bütün Ukraynanı itirəcəklər dedi. Almaniya kansleri Friedrich Merz isə Almaniyada sülh artıq müzakirə oluna bilməz fikrini açıqladı. Diqqət mərkəzində saxlayacağıq bu və digər məsələləri studiyamızın qonağı siyasi şərhçi Elşən Mustafayevlə. Elşən bəy, xoş gördük sizi. Xoş gördük, hər vaxtınız xeyir olsun. Elşən bəy, ilk olaraq diqqət yetirmək istərdim məhz 44 günlük vətən müharibəsində. Sir deyil, Azərbaycan yeni nəsil silahlarından istifadə elədi bu döyüş meydanında. Məharətlə əskərlərimiz, igidlərimiz bu silahları tətbiq etdi və 44 günlük vətən müharibəsi bilirik ki, igidlərimizin sayəsində, Ali Baş Komandanın yürütdüyü siyasət sayəsində məhz mümkün oldu. Əslində, Qarabağ savaşında biz bunu aydın gördük. Bəs niyə digər savaşlarda, belə deyək də, məsələn, Ukrayna savaşında, o cümlədən İran-İsrail münaqişəsində də biz gördük ki, raketlərdən istifadə etdilər. Sonra dronlardan gördük ki, Ukrayna müharibəsində istifadə olunur. Amma o effekti vermir. Doğru vurğuluyursunuz. Birincisi, belə götürək ki, Azərbaycan yeni nəsil silahlarla silahlanmağa illər öncə başlamışdı. Bu bir ayın, bir günün, 3 günün, yəni 5 ilin də içində deyildi. Yəni, ən azı 10-15 ildə Azərbaycan öz silahlarını, yəni köçmüş SSR vaxtından qalma Rus silahlarını yeni nəsil silahlarla əvəz eləməyə başlamışdı və son 10 ildə artıq insansız hava uçaqlarıdır, yəni bu dronlardır, bunlar yenilik idi. Yəni bunu tədarük eləməyə başladı. Bu da əsas deyil. Əsas
bu texnologiyalardan uğurla istifadə edilməsini bacardı. Yəni bu günləri Azərbaycanın tutaq ki, o silahların olması kifayət eləməzdi ki, ondan rasional, ağıllı istifadə etmədən, taktiki hazırlığı olmadan uğur əldə edəyəsən. Yəni paralel şəkildə həm ordunun hazırlığını, həm də yeni nəsil silahların əldə olunmasını, onların mənimsənilməsi uzun illər vaxt aparmışdı. Digər dövlətlər bununla məşğul olmurdular. O cümlədə nə Ukrayna, nə Rusiya. Rusiya ümumiyyətlə deyirdi ki, məndə nüvə silahı var, mənə heç lazım deyil, elə çıxırdı. İndi məlum oldu ki, o nüvə silahını işlədə bilməyəcək onsuz da. Amma belə də Rusiya bu dəqiqə 19-cu əsrin silahlarıyla döyüşür. Eyni də Ukraynaya da aid, amma Ukrayna yeni nəsil silahları artıq Rusiyadan daha yaxşı istehsal etməyə başlayıb. Söhbət dronlardan gedir. Çünki gün ərzində yüzlərlə dron buraxılırsa, bu dron... Və əskərləri də çox səhv eləmirəmsə təlimlərə cəlb olunur. O səbəbdən, yəni bu dünya... 44 günlük müharibənin nəinki bitəndən sonra, hətta müharibə gedişatında dünyanın bir çox ekspertləri, hərbi ekspertləri şokdaydılar. Yəni yaxşı mənada ki, biz belə bir şey görməmişik, belə strategiya görməmişik. Həqiqətən də hətta bir çoxları Azərbaycanın apardığı müharibə taktikasına hərbi kitablara, bu təsir kitablarına salınmasını təklif eləmişlər. NATO qüvvələrinə söhbət gedir. Yəni o bir mənalı şəkildə bu sir dedi, sir deyil, dünya bunu dərhal qəbul eləmişdi. Dediyim kimi Azərbaycan buna hazırlaşırdı. Azərbaycan 21-ci əsrin hərbi potensialını, hərbi qüvvələrini öncədən necə olduğunu gördü və ona da hazırlaşdı. Digərləri buna hazırlaşmıyorlar. İndən belə buna hazırlaşacaqlarmı? Bu artıq bir başqa məsələdir. Bir dediyiniz üstünə düşər ki, Ermənistan parlamentin sədri o hərbi büdcənin azaldılmasından bağlı suala cavab verəndə dedi ki, biz istəsək belə Azərbaycanın və Türkiyənin hərbi potensialına çata bilmərik. Onlarla rəqabət apara bilmərik. O səbəbdən də çox böyük hərbi büdcənin olmasına ehtiyac yoxdur. Yəni artıq ehtiyac yoxdur, həm də qeyd elədi ki, yəni münasibətlər də normallaşır. Eyni zamanda hətta normallaşmasa belə, istəsə belə çata bilməz, bunu qəbul elədilər. Yəni bu qəbul olunmuş bir haldır. Aha. Və biz bilirik ki, Prezident İlham Əliyev BMT kürsüsündən bir çox məsələlərə toxunub və eyni zamanda bu 44 günlük vətən müharibəsində də uzun yol keçdiyimizi, amma sülhə nail olduğumuzu xüsusi vurğulayıb və sülh məsələsində də Ermənistanla danışıqlar yalnız iki tərəfli əsasda aparıldığına görə müsbət nəticələr verib deyə Prezident qeyd eləyib. Əslində doğrudan da vasitəçisiz danışıqlar, yəni effekt hər zaman verib. Çünki hərə vasitəçi olmağa çalışan tərəf nə isə öz marağı çərçivəsində hərəkət etməyə çalışır. İndi biz bunun şahidi oluruq həm də Rusiya-Ukrayna müharibəsində. Yəni tərəflər təklif edir, istər Zelenski, istər Vladimir Putin bir araya gəlsinlər. Düzdür, burada tərəflərin özünün də hərəsinin özünə məxsus xüsusiyyətləri var, tələbləri var, belə deyək. Amma bir masaya iki lider gəlmədiyinə görə münaqişə uzanır. Niyə burada vasitəçisiz tərəflər görüşə bilmir? Mən bu sualınızı iki hissəyə ayırım. Birincisi, görmüşük biz ATƏT Minsk qrupu yaranan günə, o da bir vasitəçi idi. Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT Minsk qrupu üslüyünün həmsədri olan vaxtlarında onlar kifayət qədər müxtəlif səviyyələrdə görüşlər də keçmiş, bir neçə planlar da irəli sürmüşlər, layihələr də irəli sürmüşlər. Amma məlum idi ki, burada ən az o üçlükdə olan dövlətlərin maraqları bir-birindən üstə düşmədiyindən, təbii ki, bu problemin həllini öz xeyirlərinə istiqamətləndirmək istədikləri üçün digər tərəfdə buna mane olurdu. Prezidentin də dediyi o idi ki, yəni ki, nəinki indi, o vaxtlar da olmuşdu. Amma məsələ biz nə elədi? Ermənistan, Azərbaycan arasında bu 4 ildə sülh müqaviləsinin imzalanması bəlkə də 2 il bundan qabaq da ola bilərdi. Amma prezident də dediyi kimi buna mane olan qüvvələr var. Bu qüvvələri həm şimalda axtarmaq lazımdır Rusiyada, həm də qərbdə axtarmaq lazımdır. Bu da Avropa İttifaqı dövlətlərindən gedir. Baxın, görünür ki, artıq istər qərb dövlətlərinin içində, xüsusən də Amerika Birləşmiş Ştatlarına daha ayıq düşünən başlar. Dedilər ki, heç kimə fikir vermədən gedin ikiniz danışın. Əslində, Paşinyanın məhz buna razılıq verməsi də elə belə deyildi. Sözün düzü, Şuşa Media Forumunda prezident bir ifadə işlətdi. O ifadə bir çoxları üçün şok effekti yaratmış ki, danışıqlar uzun müddətli davam edir. Amma detallar heç yerdə açıqlanmırdı. Bəlkə də buna mane ola biləcək qüvvələri öncədən səngərdən çıxartmamaq üçün çox gizli saxlanılmışdı. Hətta bu paraflanma ilə bağlı məsələnin özü də yəqin ki, dar çərçivədə məlum idi ki, ictimaiyyətə bəlli deyildi, şokdaydı, Rusiya mənbələri də bundan məlumatlı deyildilər. Bu da o demək idi ki, bu məsələ ilə bağlı
vasitəçilərin maraqlı tərəf olduğunu və bunların vasitəsilə heç nə həll olunmayacağını gözəl anlamışlar. Fərqimiz nədir bu dəqiqə? Niyə bu məsələ hətta istəsələr belə Rusiya və Ukrayna məsələsində alınmır? Azərbaycan qalib tərəfi idi, Ermənistan bu qalibliyi qəbul eləmişdi. Azərbaycan, amma burada Ukrayna məğlubiyyətini qəbul eləmir. Rusiya desə ki, mən qalibəm, amma gedişat elə deyil. Birinci müharibə bitməyib. Müharibə bitməyib və tərəflər kifayət qədər bir-birlərinə ziyanlar vururlar. Ərazi alınmaları bir başqa məsələdir, amma müharibənin gedişatı onu göstərir ki, tərəflər demək olar ki, bərabər gücdə müqavimət göstərirlər. Hətta zaman-zaman kimsə üstələyir. Belə bir zamanda tərəflərin birinin diktəsindən sülh masasına oturmaq imkansızdır. Necə ki, bu günlərə Rusiya onu təklif edir. Amma bizdə bir fərqli məsələ idi. Baxmayaraq ki, Ermənistan məğlubiyyətini qəbul eləmişdi. Məsələn, üç tərəfli o vaxtki saziş, indiki qüvvəsində olmayan saziş, o dövr üçün qüvvəsində olan sazişlə. Amma bu sonraki proseslərin gedişatına artıq maraqlı qüvvələr mane olmağa başlamışdılar. Hətta bu qərbdən də gəlirdi istiqamətlər, Rusiyadan da gəlirdi bu istiqamətlər. Görünür sonda hansısa gözəl bir siyasət və kimlərinsə bu məsələlərdə könüllü geri çəkilməsi, eyni zamanda Azərbaycan xarici siyasətinin bu istiqamətdə çox çevik işləməsi iki tərəfli danışıqları müsbət bir istiqamətə gətirdi. Dediyim kimi, bu danışıqların predmetin böyük bir hissəsindən heç o tərəflərin heç birinin xəbər olmurdu. O səbəbdən idi ki, şok vəziyyətdə gözlənilməz bir hadisə baş verdi. Yəni, o qədər qısa vaxt qalmışdı ki, onu poza biləcək addımlar atmaq imkanları olmadı. Dünya mediası demək olar ki, Vaşinqtonda xəbər tutdu ki, artıq paraflanma sülh müqaviləsinin çox bəndləri razılaşdırılıb. Ara sıra biz bu məlumatları eşidirdik, amma tam şəkildə hakim deyildik mövzuya. Siz də onu qeyd elədiniz. Amma məlum oldu ki, Vaşinqtondakı tərəflər razıdır. Sülh müqaviləsi neçə dəfə istər Azərbaycan tərəfindən Ermənistana göndərilmişdi. Biz bunu dəfələrlə müzakirə eləmişdik. Ermənistandan da Azərbaycana müəyyən düzəlişlər olub göndərilmişdi. Amma bunun tam təsdiq olduğu hər iki tərəfdən heç kəsə bəlli deyildi. Bu 8 avqust tarixində paraflanma zamanı məlum oldu ki, sən demə artıq tərəflər vasitəçisiz bu məsələni öz aralarında həll eləyiblər. Və maraqlıdır ki, oradakı bəndlər demək olar ki, Azərbaycanın əvvəldən irəli sürdüyü bəndlər idi ki, yəni onlar olduğu kimi qalmışdı. Yəni Ermənistan ha desə də mən razılaşmayacağam, yəni bu cür bəyanatlar eşidirdik. Amma paraflanmada gördük ki, bir çox bəndlərlə razılaşıb. Çünki bir çox məsələləri Ermənistan özünün siyasi baxışlarına görə, Ermənistan hakimiyyətinin siyasi baxışlarına görə irəli sürmürdü. Bayaq dediyim kimi, sülh müqaviləsinin bağlanmasının uzanmasını istəyən qüvvələr məhz bu təklifləri Paşinyana verirdilər. Əslində, bu sülh müqaviləsinin uzanması Paşinyanın siyasi gələcəyi üçün də böyük təhlükədir. Çünki nə qədər bu tez baş verərsə, o ölkədəki iqtisadi inkişaf, iqtisadi yüksəliş, kommunikasiya xətlərinin açılması, onlardan gələn dividendlər Paşinyan hakimiyyətinin daha da möhkəmləməsinə xidmət eləyə bilərdi. Yəni, bu 2 il bundan qabaq olsaydı. Və yaxud da indi olmasa uzansaydı, bu paraflanma olmasaydı, əminəm ki, birmənalı şəkildə gələn iyunda keçiriləcək seçkiləri Paşinyanın uduzboş hesab olunacaqdır. Çünki insanlar da, Ermənistan ictimaiyyəti də narazıdırlar və məsələlərin son dərəcə uzanmasını da istəmirlər ki, hər an müharibə başlaya bilər. Çünki müharibə vəziyyətidir. Sülh müqaviləsi bağlaması istiqamətində iş getmir. Qaldıq ki, o birisi məsələyə ki, deyirsiniz, həqiqətən də hətta hər iki, yəni Azərbaycan prezidenti və Ermənistan hökumət başçısının səfərləri məlum olandan sonra, hətta Amerikada olanda belə dünya mətbuatı da, yəni istər Azərbaycanda, istər Ermənistanda, dünya mətbuatında da orada nələrin olacağını bilmirlər. Ancaq ehtimallar eləyirdilər. Ən yaxın ehtimal da orada niyyət protokolunun imzalana biləcəyidir. Bəli, cürbəcür adlar da çıxmışdı. Bu da yenə deyirəm, bu da ondan bağlı idi ki, məsələ çox ağıllı şəkildə hazırlanmışdı, vasitətsiz hazırlanmışdı. Amerika Birləşmiş Ştatları prezidenti vasitətsiz deyildi, şahid idi. Şahidlə vasitəçi fərqli anlayışlardır və özü də o da etiraf edir. Mən vasitəçi deyiləm, ikisi danışacaqlar, mən qarışmıram o məsələlərə, amma ehtiyac olan vaxtı mən də öz yardım etməyə hazıram. Bütün bax bu proseslərin gedişatı bugünkü yəni ki, vəziyyətə gətirmişdi, çıxartmışdı və ondan hətta bir ay öncə belə Azərbaycan prezidenti dəfələrlə dedik, biz həmin sənədi paraflanmağa hazırıq. Amma qarşı tərəf hələ bunu istəmir. Bəlkə də istəyirdi, bəlkə də bunu deməklə müəyyən qüvvələrdə
arxayınlıq yaratmaq istəyirdi ki, iki tərəfin bu sülh bəndlərinin paraflanması, əslində bu paraflanmanın özü hətta sülh müqaviləsi şərtlərini imzalanmasını şahidin iştirakından təsdiqi deməkdir. Qalır o yekun böyük sülh müqaviləsinin imzalanması ki, orada bu maddələr olacaq. Bir də bir başqa bizim istədiyimiz məqamlar var. O məqamları da yenə də bu dəqiqə danışıqları gedir. Baxın, indi də tez-tez gündəmə gətirirlər. Gedir, amma bu danışıqlardan nə baş verib, nə olacaq sızmayıb hələ bir yerə. Bəlkə də 10 gündən sonra, bəlkə də bir aydan sonra elə bir proses ortalığa çıxdı ki, artıq böyük sülh müqaviləsinin imzalanması məsələsinin müddətdə bəlli oldu. Məsələn, Alen Simonyan bu yaxınlarda açıqlama verdi ki, tez bir zamanda sülh müqaviləsi, yekun sülh müqaviləsi imzalana bilər. Hətta müəyyən məsələlər, o nəzərdə tutduğumuz məsələlər olmadan belə, amma çox maraqlıdır. Azərbaycan axı öz istəklərindən bu vaxta kimi geri dönməyib. Yəni bu məsələdə də Azərbaycan qəti şəkildə dayanıb. Amma dəfələrlə Ermənistan hökumət nümayəndələri, hətta baş nazir Ermənistanda konstitusiya dəyişilməsinin vacib olduğunu bildiriblər. Doğrudur. Bütün bu məsələlərlə bağlı deyirlər ki, bu Azərbaycanın tələbinə görə deyil. Yəni, onu elə də deməlidirlər. Çünki Ermənistan ictimaiyyətinə 6-7 ay sonra, 8 ay sonra seçkiyə gedən bir partiya desə ki, mən Azərbaycanın tələbinə görə mən konstitusiyamı dəyişirəm. Yəni, biz haqlı olsaq belə, bunun ilkin olaraq Ermənistan cəmiyyətində həzm olunması müddət aparan bir şeydir. Seçkiyə də az qalmışdan təbii ki, bu partiyaya qarşı, yəni hakim partiyaya qarşı bir mənfi bir rəy formalaşdırır, qıcıq yaradar. Amma ona görə də referendumun olacağını deyirlər. Orada bir çox məsələlərin... Vaxtaşırı gündəmə gəlir ki, tez də ola bilər bu proses. Amma orada eyni zamanda, baxın, əgər bu insanları yavaş-yavaş hazırlayırlar buna, öyrəşdirirlər, qulaqlarını bu referenduma öyrəşdirirlər və baxın, tək Azərbaycanın o istəyi, Azərbaycanın istəyi deyəndə bizim tələbimiz deyil, biz sülh müqaviləsinin legitimləşdirilməsi üçün o maddənin orada olmamasını istəyirik. Yəni, biz bu müqaviləni imzalayacaqsa, amma sənin konstitusiyanda da preambul hissəsində mənə ərazi iddiası qalıbsa, onda bu müqavilənin hüquqi qüvvəsi olmur. Ona görə ki, konstitusiya daha üstün qanundur. Eyni məsələ, Türkiyə ilə bağlı fikir verirsinizsə, axır vaxtlar artıq kömür məntəqələrindəki o ağır dağ gerbidən götürülməsi və artıq digər məsələlərlə bağlı Türkiyə ilə məsələlərin yumuşaldılması, bunun özü də müəyyən konstitusiya dəyişikliklə gedir. Yəni, bunu indi eləyirlərsə, nəticədə onun böyük mənada həmin konstitusiya dəyişikliyi ilə tənzimləyəcəklər. Amma tək o olmayacaq. Yəni, xalqa bunu öyrəşdirə. Yəni, orada mən hesab edirəm ki, tək bu deyil, eyni zamanda Ermənistan hakimiyyətinin, siyasi hakimiyyətinin daha çevik işlənməsi ilə bağlı bəzi orada aktlara, bəzi maddələr dəyişiklik olacaq. Paşinyan daha rahat hakimiyyət idarə eləmək üçün və yaxud da ki, özü və ya özündən sonra gələcək tutaq ki, özü düşüncəli insanlar elə düşünür o. Daha rahat işlənilməsi üçün konstitusiyanın bəzi müddalarına bir çox məsələlərə idarə etməklə bağlı, ki, siyasi idarə etməklə bağlı, iqtisadi idarə etməklə bağlı dəyişikliklər olmasına ehtiyac var. Təbii ki, bunları əsas gətirir. Prezident idarə üsuluna keçə bilərlərmi? Hər şey ola bilər. Amma mən inanmıram indi hələ bu təfə ona keçsinlər. Çünki indiki halda Ermənistanda siyasi partiyalar içində hələ də Paşinyanın partiyasını uda biləcək nüfuza malik siyasi partiya yoxdur. Və ən azı bu günləri tutaq ki, hesab eləsək ki... Hətta impeachment məsələsində belə canfəşanlıq göstərməyə çalışsalar da dedikləri say yığılmır. Paşinyanı və Paşinyanı dəstəkləyən tutaq ki, qərbdəki dairələrin marağındadır ki, Paşinyan kimi qərb düşüncəli bir neçə partiya yaransın. Bir neçə partiya yaransın, tək partiya olmasa, bu günə tək partiyadır Paşinyan demək olar ki, yerdə qalanlar yəni Sarkisyanın partiyasıdır, Köçəryanın partiyası yer gəlmiş, onlar da artıq bir-birlərini qırırlar, aralarında problemlər var. Onlar çox aşağı səviyyəli, daha doğrusu səsləri var. Eyni zamanda Rusiya bağlılıqları da gizlətmirlər. O səbəbdən də mən hesab edirəm ki, indiki şəraitdə parlamentli üsulü idarənin qalması Paşinyana daha çox əl verir. Ona görə ki, yəni Paşinyan tərəfdarları daha çoxdur və yaxud da ki, ölkənin müxalifətinə olan nifrət o dərəcədədir ki, müqayisədə hətta Paşinyandan xoşu gəlməyənlər belə Paşinyana səs verməyə məcburdular. Bəs Rusiya variantından istifadə edə bilərlərmi? Məsələn, Putin geri çəkilmişdi, Medvedevi qabağa vermişdi. Burada tutalım ki, Paşinyana müəyyən dərəcədə narazılıq artarsa, Simonyanı qabağa verib, Paşinyan arxadan idarə eləyə bilərmi? Bu məsələlər çox deyildi, amma vaxt az qalıb. O qısa müddətdə Simonyan o nüfuzu qazana bilməz. Paşinyan meydanlardan nüfuzu qazanmışdı. Simonyan kabinetlərdə
oturan adamdır. Paşinyan bel çantası çiynində Sarkisyan'a qarşı küçələrdə döyülüb mübarizə apara insanlara nazar hərbat qazanıb gəlmişdi. Ən azı bu 5 ildə, 4-5 ildə Paşinyan mənə elə gəlir ki, əgər seçiləcəksə, onun seçilməyə daha məqsəd uyğundur, daha şansları böyükdür. Nəinki Simonyanın. Əslində o ideya Rusiya mətbuatından gəlir ona görə ki, onlar üçün əgər bu partiyanın baş rəhbərliyinə və yaxud da ki, liderliyinə Simonyan kimi və o digər Mirzoyan kimi onun tərəfdarları yaxud komandasından kimsə gələrsə, Rusiyanın öz qüvvələrlə içəridə məxməri hakimiyyət dəyişikliyi etməsi daha rahatlaşar. Ona görə o təklifləri buraxırlar. Təbii ki, buna Simonyan da getməz indiki halda, çünki çox ağır vəziyyətdir. İndiki vəziyyət ki, ancaq bunu hələ də əgər çıxsa, Paşinyan çıxacaq bunun altından. Digərləri, növbəti 5 il üçün bəli, müxtəlif bir neçə partiya yaranacaq. Çünki bu partiyalar bu seçkidən sonra Köçəryanın da Sarkisyanın da partiyası sıradan çıxacaq bir mənalı şəkildə. Onsuz da yoxdur, adları var. Hətta cinayət işləri də onlarla bağlı qaldırılacaq. Baxmayaraq ki, o cinayət işləri qüvvədədir. Onun əleyhinə gedən, yəni Rusiya meyilli qüvvələr güya Paşinyanın Sarkisyanı Azərbaycana ekstradisiya etmək istədiyini bildirir. Halbuki elə şey olmayacaq. Aydındır. Təşəkkürümü bildirirəm, minnətdaram və bir daha xatırladım ki, studiyamızın qonağı siyasi şərhçi Elşən Mustafayev idi. Gündəmdən isə bu saata bu qədər imkan olsa görüşərik.